Salam, bizim bugünkü dərsimiz saydır. Say əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissələrindən biridir. Neçə, nə qədər sualına cavab vermiş olur. Sayın özünə məxsus xüsusiyyəti var. Bu nədir? Düzəltmə saylar əsasən sayların özündən düzəlir. 5-ci, 8-ci çoxlu. Amma istisna kimi əvvəl, axır, son filan sözlərlə də düzələ bilər. Əvvəlinci, axırıncı, sonuncu, filanıncı. Sonra, saydan düzələn bütün leksik şəkilçilər milli mənşəlidir. İsim və sifətdə biz demişdik ki, bir variantlı şəkilçilər var idi. Daş şəkilçisi var idi, pərəz, pərvər, kar, keş. Amma bunda belə bir şəkilçi yoxdur. Ya 2 cür, ya da 4 cür yazacaqlar. Ona görə deyirik ki, milli şəkilçilər burada var. Sayların çoxu demək olar ki, əksəriyyəti elə millidir. Amma sıfırdır, 80-dır, milyondur, milyarddır, trilyondur ki, bunlar alınma mənşəlidir, əzbərləmək lazımdır bunları. Sonra bu xüsusiyyətlər eynən sifətdə də var. İndi gəlin o haqda sizlə daha geniş danışaq. Say ilə sifət arasında oxşar cəhətlər, xüsusiyyətlər var. Baxın, hər ikisi isimlə bağlı olacaq. Maraqlı əsər, 5 dəftər deyəndə say və sifətdən sonra gördüyünüz kimi isim gəlib. Hər ikisi isimdən əvvəl gəlir. İgid əsgər, 10 kitab gördüyünüz kimi. Hər ikisi isimləşə bilir. Sayda, sifətdə isimlərini itirəndə isimləşirlər. Yəni baxacaqsınız, yanında ismi yoxdursa, baxın, igidlər demişəm, yanında ismi yoxdur. Birincilər yazmışıq burada. Gördüyünüz kimi burada da deməli ismi yoxdur. Artıq isimləşmə baş verir və ismin şəkilçilərini qəbul edib. Hər ikisi adətən cümlədə təyin olacaq. İsimləşsə də, isimləşməsə də hər ikisi xəbər ola bilir. Yadda saxlayın. Hər ikisi ədatla işlənə bilir. Bilirsiniz ki, sifət dərsindən azaltma dərəcəsini yaratmaq üçün az ədatından, çoxaltma dərəcəsini yaratmaq üçün ən, lab, çox, olduqca daha ədatlarını istifadə edirik. Burada da qeyri-müəyyən miqdar sayı var ki, az və çox. Bunlar ədatlarla istifadə edilə bilir. Lap çox, lap yaxşı. Hər ikisi hansı sualına cavab verir? Məsələn, 5-ci bina, hansı bina? Bu daha çox sıra saylarına aiddir. Hansı sualına cavab vermək. Sonra təmirli bina, hansı bina? İsim, sifət və say ilə işlənərsə adətən say sifətdən əvvəl gəlir. Yəni 5 saydır. Ondan sonra gəlib sifət, sonra da gəlib isim. Bu üçü bir yerdə olanda nə baş verir? Birinci say gəlir, sonra sifət gəlir, ən sonunda da deməli isim gəlir ki, 5 də maraqlıdır, ismi aid olmuş olacaq. Sayın quruluşça növləri, belə deyim ki, bu da əsas nitq hissələrindən biridir. Quruluşça 3 yerə bölünəcək. Sadə, düzəltmə və mürəkkəb. Mürəkkəb saylarımız tək olanlar, yəni 1, 20, 30, 50, 100, 5, 6, 7, 8, 9, 1000, 40, 60, 70 və bunlardır ki, tək olanlar. Bunlar bizim sadə saylarımızdır. Qrammatik şəkilçi ilə istifadə edilə bilər. Düzəltmə saylarımızda deməli 5 dənə leksik şəkilçimiz olacaq. Çox asandır gördüyünüz kimi. İsim və sifətdə qeyd edilmişdir ki, adlardan və feillərdən yaranır. Burada elə bir şey yoxdur. Daha çox sayın özündən yaranacaq. Baxın, birinci, ıncı, inci, uncu, üncü. Larlə, lərlə, larcə, lərcə. Sonra lu, acıq şəkilçiləri var ki, bunlarla düzəltmə saylarımız yaranır. Bu qədər. Mürəkkəb saylarımız da çox rahatdır. İsim və sifətdə kimi uzuncadan danışmayacağıq. Əsl mürəkkəb saylar var, defislə yazılır. Bunlara təqribi, təxmini saylar deyilir. 3 ən azı 4 çoxu bildirir. 5 azı 6 çoxu bildirir. Bir də var ki, tərkibi mürəkkəb saylarımız. Tərkibi mürəkkəb saylarımız ayrı yazılan saylardır. 25, 36, 78, ondan sonra 45, sonra 81, 92 bu şəkildə yəni. Gördüyünüz kimi ayrı yazılan saylar tərkibi mürəkkəb saylardır. Sonra həmçinin 10-da 5, sonra 20-də 1 deyə bilərsiniz ki, bu da mürəkkəb saylara aid olacaq. Ayrı yazılan mürəkkəb saydır. Sayın mənaca, baxın diqqətli olun. Sayın mənaca 2 növ var. Bir miqdar sayı, bir də sıra sayı. Mənaca 2 dənə növ var. Miqdar sayı özü 3 yerə bölünəcək. Müəyyən miqdar sayı, qeyri-müəyyən miqdar sayı və kəsir sayı.
İndi müəyyən miqdar sayı haqqında danışaq. Müəyyən miqdar sayının tərkibində konkretlik olur. Bu nə deməkdir? Deyirəm ki, 2 nəfər gəldi. Mən artıq konkret bilirəm ki, gələn 2 nəfərdir, yəni ondan artıq deyil. Və ya 10 nəfər icrası iştirak elədi. Konkret bilirəm ki, icrası 10 nəfər iştirak edib. Bu quruluşçu iki cür olacaq. Sadə və mürəkkəb. Bayaqlara nümunələr göstərdim. Sadə və mürəkkəbə. Bunlar müəyyən miqdar sayına aiddir. Rəqəm və hərflə yazılacaqlar daha çox. Məsələn, 5, 6, 7, 8, 9, 20, 30, 40, 50, 60 bu sadədir. Mürəkkəb də ki, 21, 11, 12, 13, 14, 15, 26, 36 və s. Bunlar da olacaq mürəkkəblər. Tərkibidir. Tərkibi mürəkkəbdir. Sonra, deməli, bundan sonra gələn isim cəm şəkilsi qəbul etmir. 4 uşaq, 10 kitab deyəcəksiniz. Daha cəmləndirməyin. Cəm şəkilsi əlavə eləməyin. Neçə nə qədər sualına cavab verəcək? Demək olar ki, neçə sualı ən çox elə müəyyən miqdar sayında görəcəksiniz. Digərlərində elə nə qədər sualı da var. Sonra, istisna kimi 100 və 1000 sayından sonra gələn isimlər cəmlənə bilər ki, bu vaxt qrammatik norma pozulmur. 1000 illər, 100 əsrlər şəklində bu cəmlənə bilər. Bunlardan sonra gələn. Sonra, müəyyən miqdar sayı ilə isim arasında numerativ sözlər olur. Gəlin baxaq. Numerativ söz nə deməkdir? Yəni, bu say və isim arasında istifadə edilirsə, buna numerativ sözlər deyilir. Əsl numerativ sözlər nəfər, dənə, ədəd, cüt, dəst, metr, litrdir. Eyni zamanda isimlər var ki, baxın bu isimlər. Parça, tikə, qaşıq, göz, baş, top, vedrə, vaqon, stəkan. Bunlardan numerativ sözlər ola bilər. Numerativ sözlərdə nəfər insana, baş heyvana, ədəd dənə cansız əşya, cüt dəstə qoşalıq bildirmək üçün istifadə edilir. Eyni zamanda baş sözü soğan və sarımsağa da aid edilə bilər. Numerativ sözlər kəmiyyət fərqi yaradırlar. Baxın, bir gül desəm, bir dənə gül nəzərdə tutulur. Bir dəstə gül desəm, 10-15 dənə gül nəzərdə tutulmuş olur. Bir kitab, bir dənə kitab, bir qucaq kitab desəm, bir 10, 15, 20 dənə kitab nəzərdə tutula bilər. Bir uşaq, bir nəfərdir. Bir sinif uşaq, nə bilim, bir sinifdə 30, 40 nəfər ola bilər. Gördüyünüz kimi artıq kəmiyyət fərqi yaratmış oldu. Numerativ saylar, bayaqlarda qeyd etdiyim kimi mütləq say və isim arasında gəlməlidir. Əgər say və isim arasında gəlməsə, bu zaman nəfərə deyirik ki, bu isimdir. Nitq hissəsi olaraq isimdir. Artıq numerativ söz deyil. Numerativ sözlər sayın quruluşuna təsir etmir. Gördüyünüz kimi burada da qeyd eləmişik. Bir qucaq kitab, bir saydı, kitab isimdir, arasına gəldi qucaq sözü. 2 nəfər adam olmalıydı burada, adam. Gördüyünüz kimi burada adam sözünü verməyib, çünki bu nəfər canlılara aid olur. 2 nəfər həyətdə səni gözləyir verilib. Artıq nəfər kim gözləyir? Nəfər, 2 nəfər. Artıq bu olacaq isim. Sonra, bu oldu bizim numerativ sözlərimiz. Hər bir şeyi qeyd elədik burada. Qeyri-müəyyən miqdar sayı haqqında danışım. Bayaq müəyyən miqdar sayına dedik ki, konkretliyi bildirir. Amma qeyri-müəyyən miqdar sayı qeyri-müəyyənliyi bildirəcək. Elə adını da oradan götürüb. Buna az, çox, xeyli, bir qədər, bir çox, biraz, az, çox sözlərə aiddir. Deməli, bu quruluşca sadə, düzəltmə və mürəkkəb olacaq. Sadə, az, çox, xeyli, düzəltmə, bayaq dediyim leksik şəkilçilər. Larlə, lərlə baxın bura aid olacaq. Sonra larcə, lərcə bura aid olacaq. Sonra lu buna aid olacaq. Acıq var idi, azacıq. Bu şəkilçi də bura aid olmuş olacaq. Onlarla, yüzlərlə, minlərcə. Sonra mürəkkəb yazılanır. Həm defislə yazılacaq, həm də ki ayrı. Bir qədər, bir çox, bir az çox. Ondan sonra 5, 6, 7, 8 şəklində. Sonra deməli, qeyri-müəyyən miqdar sayılarının sualı sadəcə olaraq nə qədərdir? Nə qədər sualına cavab verir bu. Neçə sualı yoxdur bunda. Qeyri-müəyyən miqdar sayı numerativlərdən işlənmir. Amma istisna olaraq bir neçə, bir də ki, təqribi təxmini sayı var ki, onlar işlənə bilər. Təqribi təxmini 3, 4, 5, 6 və bunlar nəzərdə tutulur ki, bu 2 dənəsi istifadə edilə bilər numerativ sözlərinə. Baxın, yenə say gəldi. 5, 6 nəfər adam. Say və isim arasında nəfər gəldi.
bir neçə nəfər adam. Yenə say və isim arasında nəfər gəldi. Numerativ söz gəldi. Yadda saxlayın. Bir sıra, bir çox sayları, bunlardan sonra gələn isimlər yalnız cəmdə olur. Bunu əzbərləyirsiniz. Bir sıra və bir çox. Çox, çoxlu, onlarla, yüzlərlə, minlərcə bunlar olanda təkdə də ola bilər, cəmdə də ola bilər. Yəni, çox adam da düzdür, çox adamlar da düzdür. Yüzlərlə fikir də düzdür, yüzlərlə fikirlər də doğrudur. Yanlışlıq yoxdur. Ondan sonra digərləri yerdə qalanlar isə təkdə olacaqlar. Bu qədər. Sadəcə bu ikisini əzbərləyirsiniz. Bunları əzbərləyin. Az-çox sözləri ən, lap, daha ədatları ilə işlənə bilərlər. Ən az, lap çox, daha az şəklində. Yəni, bu da ədatlarla istifadə edilə bilir. Sonra təqribi təxmini qeyri-müəyyən miqdar sayı nədir? Bu da mürəkkəb saylarımıza daxildir. Burada deməli, bəxarda qeyd edildiyim kimi 5 azı, 6 çoxu bildirir. Müəyyən qədər konkretlik olur. 7-8 nəfər gəldi deyəndə müəyyən qədər biləcəm ki, ya 7 nəfər gəlib, ya 8 nəfər gəlib. Sonra numerativlərini işlənə bilir. Qeyri-müəyyən miqdar sayları var ki, yəni digərlərinə fərqli olaraq neçə sualına da bu cavab verə biləcək. Neçə sualına. Digərləri də cavab verə bilmir. Bir dənə təqribi təxmini qeyri-müəyyən miqdar sayı cavab verə bilir. Bunlar ayrıca bir say deyil ha. Qeyri-müəyyən miqdar sayının öz daxilində verilir. Sonra kəsr sayları var ki, bu çox rahatdır. Deməli, bunun sualı nə qədər neçə hissə olacaq? Baxın, yenə nə qədər sualı ilə qarşılaşdıq. Quruluşca yalnız mürəkkəb olacaq. 10-da 5, 20-də 1, 5-də 2, belə tutaq. Və belə hərflə yazıla bilərlər, rəqəmlə yazıla bilərlər. Rəqəmlə yazılanda vergüllə ayrılacaq. Eyni zamanda 10-da 5 şəklində, 10-da 1, 2-də 1 şəklində olsa, hərflə yazılsa, biz bunlarda mürəkkəb saylar deyəcəyik. Bəzən 2-də 1 yarım, 4 çərək şəklində də yazıla bilir. Bu, numerativ sözdən işlənə bilməyəcək. Deməli, nəyi bildirir? Tamın hissəsini və ya tam və hissəni bildirir. Tamın hissəsi, yəni 5-də 1 tamın hissəsini bildirdi. 1 tam 5-də 1 tam və hissəni bildirmiş oldu. Bu şəkildə deyilir, yəni bunu nəzərdə tuturdu. Belə, bugünlük dərsimiz bu qədərdir. Ümid edirəm ki, sizə aydın oldu. Yəni, gördüyünüz kimi, elə də çətin bir dərs deyil. Sadəcə olaraq burada xırdalıqlar var ki, siz onlara diqqət yetirməlisiniz. Bu xırdalıqları yadınızda saxlamalısınız. Xüsusən də qeyd elədiyim hissələri. Ən çox testdə yenə sual oralardan düşür. Həmin o suallara bir qədər diqqətli olsa sizə bal gələ bilər. Oldu. Bugünlük bu qədər. Sağ olun.